Örneğin diğer bir bezin, mədaltı bezin neyin? Mədaltı bezin fermentlerini aktifleştirip onları gelen mühit yaratmakla zülalların yağları ve karbonhidratların parçalanması nedir onlar için asallaştırmış olur. Ve gelip burada bir ince bir detala çıkacak. Ve buna dikkatle kulak asmak lazımdır. Mədaltı bez birisi karışık bez. Hem daxili sekres bezisi kimi hormon ifraz edir, insülin ve glikagon, onları tabii ki kana ifraz edir. Ama əzimdə xarici sekres bezisi kimi iştirak edir. Mənə deyəndə ki, mədaltı bəz, daxili və xarici sekres bezisi kimi, mədaltı bəz, daxili və xarici sekres bezisi kimi hansı ortaq prosesi həyata keçirir? Oturub mən fikirləşirəm. Yəni, deyirəm mədaltı bəz, daxili sekres bezisi kimi yalnız karbonhidrat maddəsini tənzimləyir. Yəni, qanda glikozun miqdarı artanda həmin mədaltı bəz insülin ifraz edir. İnsülin qanda olan glikozun artığını glikogene çevirip onları toplayır qaraciyərdə və əzələdə. Bu yüzden qaraciyər və əzəllər enerji yaradan orqanlardır. Ağciyərdən fərqli olaraq. Ağciyər istiliyi bədəndən çıxaran orqandır. Bunlar istilik yaradandır. Glikoz önemli bir maddedir. Onun bədəndən mən hiç çıxadım ki. Artığın insülin hesabına glikogene çevirip, glikogen heyvan meşalı polisakarittir. Onu harda topluyor? Qaraciyərdə və əzələdə. Deməli insülin plastik maddəni həyata geçirir. Hansı maddəni? Plastik maddəni həyata geçirir. Deməli insülinə at heyf lazımdır təbii ki. İndi canlara gəldim tutar ki, insanın qanında olan karbonhidratın miqdarı 0,8, 0,12 miligram bitirdi. Bizdə kitablarda elənir, kitabında gidilir. Yani bir litrede 120 miligram bitirdi. İndi insan aktif faaliyete geçende bunun kanında olan o glukoz ki var 120 miligram bitir. O başlığı parçalana geçse ve onun yeri dolmasa glukozun miktarı sıfıra düşende mahvolacak insan, öler. Ona göre bu zaman tersine proses baş verir. Ve qanda glikozanın azalmasını müəyyənləşdirən nədir? Gələ geldi sinir sistemi. Əsasında hipotalamuz. Hipofizdən arada beyin yarattığı unikal bir sistem. O komanda verir. O müəyyənləşdirir. Qanda glikozanın miqdarı artıqdır, yoksa normadadır. Bu sefer o glikogon ifraz edir. Glikogon qaraciyərdə və əzələdə olan glikogeni glikozaya parçalayır ve onun miqdarının qanda sıfıra düşməsinin veya normadan aşağı düşməsinin qarşısını neyinir? Almış olur. Ama gıda yeri tabii ki bir müddet glikoz miktarı artacak. Artır sonra insülin işe düşenden sonra stabilləşir ve norma daxilinə deməli qayıtmış olur. Deməli mədaltı və daxili sekres vəzisi kimi. Bak ben dediğimden aydın oldu ki bunun temasda olduğu, iş gördüğü üzüm maddenin adı karbonhidrat. Aydın. İndi gerek xarici sekres vəzisi kimi. Zülalları amışlarına kadar parçalıyor. Yağları gliserin ve yağ sularına kadar parçalıyor. Mürekkep karbonhidratları glikozaya kadar parçalıyor. Daxili sekres vəzisi kimi. Onun zülalla, yağla ilgisi var. Yok. Neden? Çünkü daxili sekres vəzisi kimi karbonhidrat maddesinde iştirak ediyor. Deməli zülal yağda mədaltı bezin daxili və xarici sekres vəzisi kimi ortak funksiyasını aktarmak olmaz. Harada xarici? Karbonhidratta. Karbonhidrat maddesinden o da məşğul olur. Mədaltı bez xarici sekres vəzisi kimi. Hem daxili sekres vəzisi kimi məşğul olur, hem de xarici sekres vəzisi kimi. Geldi çıktı karbonhidratın üzerine. Ayrı ben zülal yağdan niye geçtim? Çünkü daxili sekres vəzisi kimi onun zülalla, yağla hiçbir ilgisi yoktu. Bağlılığı yoktu. Karbonhidratla var. Hem daxili hem de xarici sekres vəzisi kimi. İndi geldi karbonhidrat meselesine. Karbonhidratın hansı hissesi plastik yoksa energetik maddesinden bağlıdır bu. Ben dedim beylerim, həzm kanalında plastik madde gitmez. Həzm kanalında yalnız energetik madde gidiyor. Yani necə? Mədaltı bez daxili sekres vəzisi kimi onun glikogeni glikozaya parçalayır. Eyni şeyde mədaltı bez xarici sekres vəzisi kimi həyata geçirir. Deməli,
Məlumatı vəzir karbonat maddəsində gəlib ortaq zulal yağı qoyduq ortaya qırağa. Karbonat maddəsində ortaq funksiya axtaranda biz onu harada axtaracağıq? Energetik maddədə. Məlumatı vəzir daxili həm də xarici sekret vəzir kimi gördüyü iş glikogeni glikozaya parçalamaqdır. Bunu həm daxili sekret vəzir kimi eləyir, həm də xarici sekret vəzir kimi eləyir.